Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Arkadaşlar yeni bir güne bir yerde başlayırıq. Səhər duran kimi durduğum momentdən start verirəm. Yəni belə düşünün. Deməli bugün Nakuşgil bizdədir. Zəhra, Əsma, Gülsüm zaten bilirsiniz onları. Deməli bugün planlaşdırırıq ki, maraqlı bir gün keçirdək, piknikə gedək. Getmişkən bəlkə yenə balıq tutmaq cəhdləri göstərdi. Yəni çox qəşəng bir günə başladığımıza inanıram. Hətta və hətta dedim ki, bugün kahvaltılar məndən. Bizə kömək eləyən xanıma dedim ki, siz düşün aşağıdakı işləri həll eləyin. Baldızım üçün asobini anakonda zavtraka düzəldəcəm. Yəni yerimi belə yığmamış gedirəm. Anakonda konseptli zavtrak eləməyə. Haydi getdik. Aydın Esma, nasılsın, iyi misin? İyiyim. Sən nə dedin mən pilləkəndən düşəndə? Sən də kömək edəcəm. Kömək eləyəcəksən mənə. Onda getdik, sən onun üçün anakonda konseptli zavtrak düzəltməyə. Haydi. Hələ baxaq görək xaladelnikimizdə nə var. Bir ədəd pendir var. İçində bir dənə qalıb cəmi. Daha sonra kalbasamız var. Daha sonra bu tipdə kalbasamız var. Daha sonra səsiqamız var. Nə oldu bu? Elə ət məmulatları oldu hamısı. Pendirimiz var. Yox, qoy hər şeyi çıxardaq. Arkadaşlar, Əsma məni çəkdi qırağa verir. Sən əyilmə, mən götürərəm. Deyirəm ki, aşkım day, mən iki canlı deyiləm. Sizin üçün psixologiyanızda belə işləyib ki, o belə iki canlı da əyilməməlidir. Daha sonra götür onun içinə əlavə skuşonka tökərik. Arkadaşlar, Əsnatın tospiki ikinci dəfə yenə itdi. Kim görsə xəbər. Keçmişlər olsun, geçmişlər olsun. Mən tərs baxma. Bu mənim nə günahım var sənin tıxsababın itməyində. Of, şu həmişə qıraqlardan çıxıb getmək istəyirdi. Yəqin atıb özünürdü. Ola bilər. Ata düşür, şu həyatda olmaz ki. Aşkım, onun bu həyətdən itib getməsi üçün ona 3 gün vaxt lazımdır. Belə. Söz yox, sənin tıxsabın çox bilmiş idi. Bazara baş qaçır. Əsməcini yolunu qoymuşum, qaçırdı dalları. Həqiqət sən. Ustalar deyir arkadaşlar, bəlkə də tıxsaba evə girib balkona çıxırlar. Çünki o tül açıq idi. Hansı? Hə, pəncərdəki tül. Spağa da yerdə idi. Hə. Biz yəqin düşmüşük aşağıya, o da girib evə. Biz aşağı oyun oynayırdı. Məryəm gəldi ki, spağa pləkanlardan düşürdü, sinyavıza gəlirdi. Ciddisən sən? Pilləkəndən düşə də bilər o. Mən sənə deməmişim onu evin içində görməyim. Sən niyə tıxsaba yeyə çıxmırsan? Ama işte neyim ben? Neyim ben? Cezaya kadar bir yanda qalmalıyam. Baxıb məsuliyyət göstərəndə onun üçün elə bir şərait qurmalısan ki, o çıxmasın. Ben şey görmüştüm de çıkmıştı suyun içinde atmıştı. Döy hələ məni. Döy məni. Tap tıxsababı. Düşüb indi axtararıq. Tapana pul mükafatı verəcəm. Yo, tapana pul mükafatı verəcəm. Gör nətər tapırlar. 5 manat pul deyil. Pul diye aşkım deyirəm 5 manat. Hə, 5 manat. Minnətli görməməzlikdən gəldiyimi sanma. Ata düzeyde şöyle üşüyecekti suyun içinde. Biz anladık. Biz şəbət Biz yatana kadar gedərəm, şunu deyirəm mən. Başa düşdüm. Heç nə onda keçmiş olsun o zaman. Çünki fuş bizi axtardı, tapamadı. Hər yerə baxdı. Ustalar da axtardı. Amma bir sahaya baxmadı Nə? gidənə. Orada otluqlar var ha. Ora girməyə qorxdu. Onda keçmiş olsun. Yapacak bir şey yok o zaman. Mən yəni də əlimdən gələn təklif elədim. Dedim pul qoyuram, bəlkə hamı axtarar, sənin üçün səfərbər olar. Amma boş verici getdi. Davay, keçdik zavtraka. İlk görəvi kimə verim? Siz ikiniz. Onda biriniz o otaqdakı müzün üstünü yığırsınız. Biriniz də bunları düzürsüz müzün üstünə. Haydi. Mən də keçirəm sunumları hazırlamağa. Sənə də iş verəcəm, gözlə. Arkadaşlar, Əsnat xanım da pomidor xiyarları yuyub doğramaq görevini üstləndi. Buyurun Əsnat xanım. Deyirəm ki, bilsəydim vaxtında bu sunumluq qablardan çox alardım. Adamın çox işinə yarayır. Cəmi 3 dənə getdim aldım ağılsız kimi. Hər şeyə krisalıq eləyirəm də mən. Simitanı doldurmaqla başlayaq. Mənim qaşığımın aşqa-kuşqoluğuna baxın da bir dənə xahiş eləyirəm. Mən bu simitanları çox xoş deyirəm arkadaşlar. Ona görə bu simitanla başlayırıq günə. Alış mən çək. Sən çəkim, gəl, gözlə.
Evet, Əsnad xanım. Ehtiyatlı ol ama həyatım, yaxşı xahiş eləyirəm səndən. Evet, doğruyor, yapıyor, öyrənib. Düzdülər, gəzdilər. Qızlar, indi nə edirik? Talbasa nədir? Kalbasa tabağı düzəldirik hazırsınızsa. Çünki iki cür iki cür kalbasamız olduğu üçün və üstəlik sosiskamız olduğu üçün kalbasa tabağı düzəldirik. Cümlə budur. Yallah. Xoş gəldin. Sarı kol, xoş gəldin. Sən saskalar onda at qaynamağa. Saska yeyəcəksən, kalbasa da var, ona görə soruşuram. Hə, sən. Avuç ben top vereyim. Hə, sən. Avuç. Gözə verirəm. Hə. Onda bir neçə dənədir orada? 3 elə hamısını at getsin qaynamağa. Orada neçə? Hamısını yeyəcəksiniz dəqiq. Qorxuram birdən yeməzsiniz. Yeyəsiniz, onda at getsin qaynamağa. Siz yatdınızsa dünə nə qədər kalbasa pişirdi, hamısı yedik. Hə, şey, at getsin qaynamağa. Gözlə sən Saskayı. tarelka verim sənə. Uşaqsız da qaynasın. Balaca qazanda. Gözlə verirəm. Can bulardı. Bax, qıraqlara şeyləri düz, xiyarları. Sonra bir dənə yumru pomidor düz, sonra yenə xiyar, sonra yenə pomidor. Belə yumru varı getsən 2 dənə tabaq düzəldirik, amma bir dənə yox. Çünki oradakı stol böyüdü, hər iki tərəfin əli çatsın. Xanım da burada saskaları qaynamağa qoyur. Mən bilsəm belə rahat olacaqdı sizlə zavtırıq düzəltmək. Vallahi mən heç nə eləmədim ki. Gözlüyüm, mən də bir şey eləyim. Bizim evdə ən çox yeyilən bəlkə də bu malakodur. Pomidor düzüm. Hə, indi pomidor düz, malakomuzu tazələyək. O nədir? Onu kalbasa tabağına qoyacağıq. Ya da peynir tabağına, bilmirəm, baxacaq. Pomidor beləsin düzüm. Gözlə. Bu bitti. Bunu da Əsma qoy sunumluqların içinə, ora. Gülsüm xanımla Əsnad xanımın ortaq əl işi gedir sunumluqların içərisinə. Yallah. İndi siz ikinci tabağı da düzəldin. Mən keçim kalbasalarla pendirləri yağızada orada doğrayacağım. Arkadaşlar bu pendiri də tökdüm bu qaba. Bu qabımız bitdi. Cəmi 3 dənə bu qabdan varımız idi. İndi keçirik başqa qablara. Biri mən doğradım, biri Zəhra. Və Əsnad nə doğrayıb onda? Asıl doğru Yo, Zəhra da bir-ikilərin nəsə doğrayıb. Vəbşi birləşiblər də hamısı. Doğramamısan? Nə doğramamsan? Sən uşağın əziyyətinə nəşə ortaq olsan? Xiyar yeyib, səhər tezdən ac qarnına xiyar ata qoyur sənə. Məxmirə. Görəndə sarı çıxarım olmuyor. Necə? Əsabda ondan biri. Nə danışır bu? Mən Əsnaddan danışmıyorum. Hər qoyun öz ayağından asılır, müəlliməm demiş. Siz başa düşmədiniz. Əsnadı görəndə desən ac olmuram. Əsabda görəndə açlarını yiyib görmüş olam. Buyuram. Nə danışsan? Sən get biraz ayıl gəl. Əsab deyib xiyardır deyirəm. Sen sakıyım. Sen badımcan. Ay, şey. Sen pomidor. Məsələn nədir? Yaxşı, kapat. Deməli bu qədər adam oturub, hamının qabağında kalbasa doğrayıram. Allaha and olsun, özümü ət üzrə master hiss elədim. Nusret idi o, ət belə eləyən. Siz səhər yaxşısınız ümumiyyətcə. Özümü Nusret kimi hiss elədim. Quran and olsun. Hamı mənə baxır, mən də kalbasa doğrayıram. İndi kalbasa tabağını hazırlamağa keçirik. Vay, batırdım. Siz baxmayın. Kalbasa tabağımız da hazır. Vay, burada yer qalmadı. Bura qoyuram. Avuç. İndi keçirik pendirlərə arkadaşlar. Pendirlərimiz də burada. Sen Arkadaşlar Zəhra yağ pendiri bəzəyir. Mən də mənim məşhur soğanlı omletim var, onu eləyəcəm. Sən də kasa götür, yaşıl zeytunları doldur kasaya. Haydi, tempo arkadaşlar. Müştərilərimiz gəlmək üzrə. Haydi tempo. Mən olmasaydım nə edərdim? Bu qədər şeyləri mən doğradım. Kamera önündə özləri, kameradan sonra mənim evdə doğradım. Səndən ilham alırıq biz. Sən üzrdən baxırıq, ilhamlanırıq. Sən varlığın bəsdir bizim işləməyimiz. Məsələn, dostlar, bunları əslində mən sizə həqiqətdən danışım. Bunları əslində mən doğradım. Yalan deme. Üstünə də yazılıb Rabia. Yalan değil. Tamam da kanka, nə alaka? Yəni mən Rabia'dakı həyat eşqindən istəyirəm. Səhər tezdən durub görün nə qəşəng. Getdi kombinini düzəltdi, saçını daradı, gəldi üstümüzə. Kombi düzəltmədi, yaxın şort gincəymişəm. Amma çox qəşəng görsənsən. Faktiki düzəltmişsən. Şeydə belə yazmışdım. Bu köynəklə. Bu şort.
Bu köynək nə? Oh. Nə qəşəng yapmışsan. Altı yumurtaları nədən Qaynat verəcəm, şey eləyəcəm onları. Sən də Dilaviyada şən həyat təşkil etsin. Keçdim soğanlı omletə. Sən cibində nələrsə var. Nerede o? Puldu. Tökülmüş deli. Salfetka qalıb cibində, elə də yuyulub 100%. Şu mən soğanları doğruyum. Bütün axtaşmadıların Bir şey gelinin diyeceğim. ciblərini bax bu Soğan qəşəng olmalarına qəşəng. baxmayın, çox da 5 manat falan çıxara biləm əslində. Həqiqətən çıxarmışım. Qoyaq cibə baxaq. Nəysə, getdin mi? Baxaq görək indi nələrimiz var ortalıqda bayaqdan Deməli, gəlin hazırlayırıq. sizə bir şey göstərim. Bu zeytinləri mən qoydum. Kameranın önündə əsmə qoydu yəni. Ay arkadaş, o hiç içi canlı da Bir canım sənsən, düz deyirsən. Nədir? Neçə gündür tıxdığın zeytində artisti eləmə. Yağı qoymuşam əriməyə, səskalar qaynayır. Deməli burada əldə var. İçi çürüyüb onun, yemə. Amma elədir axı. Hə, onda yox. Hamısı mən yemişəm dünən dadlı idi. Yağ pendirimiz burada arkadaşlar. Zeytinimiz, smetanımız, kuşonkamız, pendirimiz, pomidor xiyarımız, kalbasalarımız. Bunlar da hazırlanır. Ora şey koyacağım, saskaları koyacağım. O Ama ben yumurtadan boşluğa. sindirelim. Hə, niyə olmur? Qoy soğanları töküm. Arkadaşlar soğanlarımız pişdi. İndi Əsnad xanım o mötəbər möhtəşəm İçine koyduk da işte bir şey olmaz. olmaz çıxardarıq. Aç, qorxma, ürəkli ol. Mötəbər, amma tez-tez sındırmalısan, tez-tez. Qoy biraz xodunu alım. Gəl. Bölüşün də aşkım, çoxdur yumurta. Tez-tez sındırmalısınız. Əsnad, çabuk olun, çabuk. O yana, o yana. Tavanın ortasına. Ay, malades, 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 malades. Bir dənə də. Bir dənə də, bir dənə də. Əsma, aç Əsma, qorxma Əsma. Əsən niyə qorxursan? Birini də mən sındırım da ürəyimdə qalmasın olar. Mən qoyum belə. Ya Allah. Şu. İndi aman verin onu qatışdırım. Tez. Arkadaşlar omletimiz də hazır. Əsma, mən deyirəm bayaqdan bu saska niyə qaynamır? Əsma, nə qədər su doldurmusan sən buna? Bu əslində pişib ona bu oradan partlayıb çıxarda bilərik partlayıbsa. Arkadaşlar Zəhranın köməyi sayəsində sağ olsun ən sevmədiyim iş. Yo, çaydan danışıram. Ən sevmədiyim iş dəmi boşaltmaq idi. Zəhranın dəmi boşaltması, Əsmanın da dəmi tökməsi nəticəsində sənin də varlığın sayəsində burada kəkliotulu çayımız hazır. Mən də suyunu tökmüşəm. Bir dənə çay dəmləmədə görün nə qədər adamın əməyi var. Ay Allah, şükür çörəklərimiz gəldi. Kim doğrayır onları? Bende yok. Bir an önce İsmail gözlüyorum. Yaxşı elədin. Yumurtamızla sosislərimiz də araya qatıldı. İndi bunlar çörəyi doğrayırlar. Mən də çayları süzürəm. Gedirik kahvaltıya. Ya Allah, başladım. Kəkliotulu çay, ən sevdiyim. Əsma da burada qabları yuyur. Aşkım, qabları yuma. Bayaqdan deyirəm yuma. Deyir, yo, yuyacam. Vallahi yuma. Amma masaya xarab olar. Yox, hamı eyni anda gedəcək masaya. Əlində bir şeylə gözlə. Ay Allah, gəlirlər, nə gəlirlər? Çox güzel. Ay Allah, ay Allah, ay Allah, ay Allah, ay Allah, məxmirələr gəlir, məxmirələr gəlir. Günaydın. Bəh. Ardı yansın, ardı yansın. Günaydın. Ay Allah, ay Allah, ay Allah, ay Allah, ay Allah, ay Allah, ay Allah. Günaydın. Ay Allah, ay Allah, ay Allah. Günaydın. Aydın Günay. Ay Allah, ay Allah, ay Allah. Gel. Ay Allah, ay Allah. Ay Allah. Aydın. Aydın. Hamınızın günaydın. Günaydın. Bəh. Nə gözəl süfrədir bu. Bu zaftırıbdır. Demək, arkadaşlar bu pendirdən qutarmışdım, bir dənə gilə qalmışdı. Onu bəzək üçün qoyublar, görüblər. 9 satmadı, yenə alasın. Zəhra, nədir? Qımbal kamerada deyə Zəhra, narahat olma, səndən dörəm, döyərsən, indi mənə. Belə mənə belə tarsız baxsa, gəl döy məni. Ay Allah, Əsma, günaydın. Zaftırıkın karşılığı var. Günaydın, nədir? Bize cezme yapamazsınız. Hara? Hadi. Biz gedə bilərik, amma sizi gəzməyə düşmür. Assalan niyə ola bilsin gedək. Gəzməyə, skuter sürmək. Dənizə, Yıkılıp kayıtmak. hətta dənizə düzə bilərik. Ben yıkılıp tazım bu kolumdan kayıtmak. Yo,
Məryəm, yox, buna dözə bilmərəm. Buna dözə bilmərəm. Qorxdum mənə. Nədir bir dəfələ baxsan mənə? Nədir bir dəfələ baxsan mənə? Bilə bir dönürsən belə, bir adama da xəbər eləmirsən dönəndə. Bir dönəndə bir adama xəbər edərlər. Bir şəhərliyə çağırarlar. Eski dönməyəsən belə. Bu kəynimdə markadır, köynə yoxdur. Belə hərəkətlər edirsən sən. Eləməyəsən belə. Səni bura kim qoyur? Çok güzel indi ya. Teşekkür Bizi ederim. gezmeye aparacaksan. Disenül. Ben gezmeye gitmeyeceğim. Benim maşın değil mi? Gitmeyeceğim. Böyle yalvarsanız da gitmeyeceğim. Ben gezmeye gitmeyeceğim. Nahide. Ben de bunlara geliyorum. Kızın adı Ay sen Allah, nedir? ay Allah. Şirbalada şirbalada. Ay Allah. Ya. Açıklarına kurban. Ben başım sana spor badan buyuram. Nahide, mən Nahidəyə anakonda deyirəm, o mənə kobra deyir. Deyirəm Nahidə Saftirikimizin adı bilsən nədir? Deyir Nahidə deyirəm anakonda belə kobra deyil. Yazıq Nayda 16-35'i yığıb taksi xidməti. Taksi sifariş eləyir. Ofuş bu Nayda telefonla danışır belə kobra rədd oldu kameranın qabağına. Nayda mədəni danışır. Yaxı bəli. Yaxşı. Yazıq uşağı necə üz verəndə asır istəyəndə məktəb sinif tələbələr sinif yoldaşı olur adamın üz versən biliyorsun boynunda oturub. Ha. Ofeliya eynən elədir. Yəni çalış üz vermə. Üz verdin yığıb yığışdıra bilməyəsən. Evet arkadaşlar oturduk şifreye nuş olsun. Benim dadlıların aslında ben. Evet anakonda konseptli kahvaltımız. Deməli arkadaşlar yuxarıda hamı zavtrıkını elədi, yedilər, doydular. Hərə bir tərəfdədir. Nadirlə Şəhriyar PlayStation oynayırlar. Nahidə də gözləyir növbəsini ki, onlar qutarsınlar, sonra o oynasın. Yazıq Nahidə dedi PlayStation yandırır. Nadirlə Şəhriyar əlindən aldılar onu. Cırışırlar da bildiyiniz. Yəni bir-birlərinə düşman kimi oynayırlar. Uşaqlar da oturublar, onlara baxırlar. Mən də düşdüm aşağı. Geyinmə soyunma otağındayım hal-hazırda. İndi piknik üçün sizə kombin videosu çəkəcəm. Əgər alındıra bilsəm, ürəyimcə olsa, siz artıq bu videoya baxanda ona çoxdan baxmış olacaqsınız. Əgər baxmayanlar varsa da qalxsın baxsın, paylaşmışamsa. İndi mən getdim piknik üçün kombin vloqunu çəkməyə. Hələlik bu videonu dayandırıram. Getdik. Qapımı bağlayayım. Burada özüm üçün qəşəng bir dənə ortam yaradım. Qapını bağladım. Arkadaşlar, bizə kömək eləyən xanım hal-hazırda o bir otaqda pəncərələri silir. Day ustaları öldürüb arkadaşlar. Bayaqdan bir dənə əsəbləşib ki, nə günə qoyublar pəncərələri, kraska vuranda divarlara fikir verməyiblər. Ürəyimdə deyirəm, ay Allah, axır ki biri bizi başa düşdü ki, ustalar bizim başımıza nə oyunlar açıb, kraskalayıblar divarları arkadaşlar. Bir dənə Allahın plonkasını sərməyiblər pəncərələrin üstünə ki, pəncərələr o qədər şey olmasın. Adı nədir? Batmasın. Bütün kraska içindədir, inansız. Bir dənə əsəbləşib orada dəhşət gəl görəsən. Nəysə, mən getdim. Arkadaşlar, kombin videosunu çəkdik. Komanda olaraq hamı hazırlaşıb, gedirik piknikə. Bəzi anlaşmazlıqlar var, çaxnaşmalar, mübahisələr var. Kimin üzərində misal üçün? Misal üçün kimin? Anamın, uşaqlarım, hamının. Uşaqlardan kimin üstündə? Əsma gilə. Hə, Əsmanı gördüm. Sarı papatya. Tez şey olan deyə o, nədir onun adı? Əsəbləşəndir. Hə, tez moddan düşür. Arkadaşlar bir videomuzda 6 basar şimdi burada. Qalacaqlar. Arkadaşlar. Uyda. Ay Allah, bir dəqiqə Məxmirə. Şokdayam. Sən axır ki o qutuvu açıb içindən aksesuar çıxartmısan. Bu arada, baxın. Qəşəng. Bu arada hamı bu sepi soruşur. Bu Aslanın A hərfidir arkadaşlar, biləsiniz. Geçen basarı. Mən də bir şey taxmamışam. Sep bir sırğada üzüydü. Üstündə Hiçbir şey olmadı yani. Bax mama yazılıb üstündə. Evet. Mom yazılıb. Mom. Siz qalır amma Mom. Çağırın bunun inək dostlarını. O nədir axı? Hamımız EFSO görsənsiz. Gedirik piknikə. Sən də EFSO görsənsən. Hamı EFSO görünür. Sən necə bax, qabın geyinmədin? Ağ ayaqqabını ona görə geyinmədim ki, şey olmasın. Piknikə gedirik. Bax, deyək hala. Aşkım, Bax. Soruşdun ağ ayaqqabını niyə geyinmədin? O sırada Əsnad ayağımın üstünə çıxdı.
Yəni də mənə ona bana. Otur. Utanmırsan sən? Atela. Aha, Rabia da onu tapdalıyır. Əç eləyim mən. Mənim bəbəm gəldi. Maşınla kimlər gəldi? Zəhra, Rabia, Əsnat, Məryəm. Əsma hanı? Əsmi küstü getdi gələ. Niyə? Paşadan küsür bilmirəm nəyə görə. Kövrə idi də o. Yox, mən evə getmədi. Kövrə deyə lap da kövrədi sonu sən. Mən onun yanında elə söz deməmişəm axı. Sizin yanınızda deyirəm. Eşidib Quran dostum. Al. Harda eşidib o şort tipini dəyişməyə getmiş. Mən demişəm ki, ona Əsma. Onda sən demirsən də, mənim nə günahım var? Sən susura. Məryəm deyir ki, Əsma gəlmirsə getsin öz maşınına. Məryəm evdə Əsma deyir ki, yerləşmirsə mən gedim. Küsüb də. Bayaqdan bizdə qalmaq istəmir. Niyə? Heç Bilmirəm, getməz Əsma deyir, istəmir. mən getməz. Atası gedir axı ona görə. Atası tək qalmasın deyə yəqin ürəyində dolanır. Məndə bir də gələcəkdi. Mami dəmi gəlmir axı evə gedir. Gələcəkdi, deyirsən sonra gələcək. Nəysə, nə olur. Evet, verilişimiz qarışıb dəyərli izləyicilər. Böyük bir xaos sən də hökm də o. sürür. Seydə görə olsun maşını bumbuz eləyə bilmirik. Yo, açın qapıları, yaydı da zə. Hamımız bir-birimizə yapışacağıq, ətlərimiz hamısı yapışacaq. Sonra qopartma olmayacaq. Ona görə Əsmanı gətirmədiniz bura. Mən gedim, Əsma Ona gəlsin. mən gedim o maşına Əsma gəlsin. Mən elə söz dedim. Vay. Ay, ye bizi. Gedək. Arkadaşlar, gəlmişik Xambulana. Demək, qurbanım Allaha. Buradan bütün izləyicilərimi salamlayıram. Allah hər birinizdən razı olsun. Bütün obyektlərdə hamı bizim izləyicilərdir. Hamı da deyir ki, Şəhriyar, sizdə gördü, gəldi bura. Ama siz gəlibsiz, bizə yer yoxdur. Özümüz otura bilmirik. Həqiqətən də. Ölüm sizsiz, sizi yıxdı bura. İndi özümüz qalmışıq yolda. Yer tapa bilmirik arkadaşlar. Yer tapa bilmirik. Hamı da gəlir qurban Allaha. Xoş gəlsin. Biz sevinirik ki, həqiqətən bizi sevən, bizi əzizləyən, bizə hörmət eləyən insanlar çoxdur. Buradan bizi izləyən anaları da, nənələrin də əllərindən öpürəm. Qurban Allaha. Hamı bizim getdiyimiz yerləri nümunə kimi götürür, gəlirlər. Amma nədir abi ya, bir icazə ver danışay da. Qaqqıldaya qaldın orada, Allah'ın olsun. Qoymadığını mən bir sözü qutarım. Elə biləcəklə mənə gülsən. Söz danışırım. Sənsən. Bizim də bu Rabi icazə versən danışım. Oğlum hamı bizim izləyicilərdir. Həll eləyək. Ağlam dəyib bu maşında bir. Tıxma. Tıx. Ömrümü yedin 40 günün içində tıxma. Nə üçün uşaqla cireylənmə. Görmürsən? Mənim sarıb 2 dəqiqə qırmızı işıqda dayanırıq, başlayır ulamağa, yemək istəyirəm. Aşkım o sıfıra qarşı alacağız var. Maşını tərpədən kimi Ora bax. ağzında yemək donur qalır, yatır. 2 dəqiqə o yemək soyuyur, bahalı yeməkdir də, yemək soyuyur. Təzədən 2 saniyə maşın dayanan kimi yeməyə görə durub ağlayır. Motorxananın səsində nə görmürsən sən yeməyin yarımçı Şır səsidir də. Şor. Səs gələn kimi başlayır. Qalır belə. O bu səsi sevir də aşkım. Mən balam yesin yatsın da. Adam 3 dəfə mənə yemək doldurtdurdu. İstməyə yerim də yoxdur axı. İsrafçılıqdır, günahdır. Dur, tıx, sonra yat da nə qədər çıxırsan. Bir də nə deyəcəydim, yadımdan çıxdı. Buna zorla Rabia'nın daldakı söhbəti ilə bizim söhbətin üst-üstə düşməsi şaka mı? Nədir? Mən deyirəm bir də nə deyəcəydim, o da dalda bir cart. Mənə demirəm, elə görünür mən deyir. Sən dönün Naidəyə düşdüyürsünsə sözün. Hansı sözüm? Televizorda Naidə nədir? Naidə deyir, eləməyəs belə şey, rədd olayım. Allah'ın dostu Naidə dünən mənə deyir ki, eləməyəsiz bir də belə şey. Mən də başqa bir şeydən fikrim deyirəm, rədd olayı üst-üstə düşdü, düz deyir. Nədir, kinlənmirsən mənə qarşı sənin bacı və elə dedim ki. Sən yox, mənim bacımdır o, sən heç...
günlərə düşdüm. Hə, arkadaşlar, bu Krisaya da zorla yemək aldırmışıq ki, biz piknikə gedirik. Deyirəm ki, Şəhriyar... Oo, yenə mən Kris elədim. Deyirəm Şəhriyar... Mən canımı qanımı tutardım sən. Nə istəsən sən? Deyirəm Şəhriyar düşüb toyuq almağa, təndir cücəsi almağa. Deyirəm ki, Şəhriyar peraşvil alarsan. Da nə oldu? Vay, qurban valla. İzləyicilərimiz yalnız almışsa maşın. Nəysə arkadaşlar, gedim aldıqlarını alım. Mən niyə bu günə düşdüm maşının içində? Hamı bizə salam verir. Siqnalladılar bizə, gördün. Hə, bizə. Deməli, bizə gülmürlər. Bunlar öz aləmlərində də. Dostlar, bunlar ücə qatılırlar. Elə bilərsiniz, bizə gülürlər. Həqiqətən bizlə deyirlər. Bu Zəhranı görüb, baxı Zəhraya Zəhra da belə nə idi? Təzə bilmirəm, Zəhra bunu gözləri ilə qıdıqlayır. Şəhriyar, aldığın yeməkləri yığmısan bagaja, baxacam düşəndə hamısına bir-bir. Görsəm nədəsə krisalıq eləmsən, oradaca səni döyəcəm. Yəni, mən bədbəx elə adım çıxıb, Kris, Allah'ın olsun. Yox, orası heç adın çıxıb çıxmağına, yəni özün elə deyilsən. Sağ ol ki, bizə hər yeri gəzdirirsən, hər şeyi alırsan. Gözümüz heç sənədə qalmır, amma yenə də Krisasan da mənim gözümdə. Olur da. Olanda olur da. Allah'ın olsun, evdə pullu olanlar var ki, bütün gün ağlayırlar. Deyirlər ki, pulumuz Hətta yoxdur. mən sənə sözel olaraq Krisa deyirəm. Həqiqi Bəlkədən mənada olsun, bu demirəm. günə kimi bir dənə pullu görməsin ki, deyim ki ona, qardaş, 5 manat ver mənə, desin ki, gələ buyur. Qətfi götürürlər, adam az qalır 10 manat ona versin. Aşkım, necə varlanırlar? O vaxt biz Şəkiyə getmişdik mama ilə. Biz getmişdik Kia Sportage-lə. Orada mənim mamam maqnitlər aldı. Bir dənə qızdan xeyriyyə qurumuna bağışlanacaqdı o pullar, oradan olunan alış-verişlər. Mənim mamam nə qədər Şəkiyə aid maqnitlər aldı, heç endirim zat da istəmədi. Hamısının pulunu verdi. Orada Range Rover sürən bir dənə əmi var idi. 1 manatın söhbətini eləyirdi ya, 1 manatın. O gedəndən sonra satıcı gördü ki, o Range Rover mindi, satıcı bellədi. Gördünüz 1 manatın söhbətini eləyib getdi, hansı maşına mindi. Bə, nətər varlanırlar? Bə, o 1 manatın qədrini bilərək varlanırlar da. Sən canım, parkovşikə 50 qəpik vermək üstə, maşın dalında gizlanıb, gəlib böyle sol qapıdan binib, sol qapıdan maşını sürüb qaçanları görmüşəm mən. Mən də görmüşəm. Sana da olsun. Bizim geldiğimiz yer. Evet. Oyda nə qədər adam var Xanbulanda bu. Aşkım, onu deyim ki, biz burada heç nə elə bilməcəyik. Yayın gelmesi. Hamısı da bizi tanıyır. Hamı. Yer tapa bilməyəcəyik. Arkadaşlar, bir şey deyim sizə. Bütün Xanbulan bizim izləyicilərlə doludur. Şokdayım, tüklərim biz-bizdir. Bax, Quran olsun. Ətimə bax bir dənə, gör nə Sağ ol qədər canım. düşmüşəm. Biri yolda bir dənə dəstə uşaq. Aşkım, tüpürüm Nə niyə dəstə sildim? uşaq? Böyle Gözdə də. ailələr dəstə Uşaqlar uşaq. qışqırır yolda. Rabiə fan, Ofeliya ailəsi, nə bilim nə, arkadaşlar. Yolda bizi neçə dənə bayaqdan maşın saxlayıb ki, sizin videolardan görüb gəlmişik bura Xanbulana. Yəni hələ düşməmişik maşından, hələ yer tapıb saxlamamışıq. Hələ gəzdiyimiz yerlərdən də keçirib bütün izləyicilər bayaqdan çox xoşbəxt oldum ki, həqiqətən cənub zonamızın, cənub torpaqlarının gözəl yerlərini, gözəl məkanlarını, bu gözəl diyarı insanlara tanıtdığımız üçün, bizdən görüb tətil günü bura gəlməyi üstün bildikləri üçün çox xoşbəxtəm, həqiqətən. Bizim cənub torpaqlarına bir qatqımız olduğu üçün, tanıda bildiyimiz üçün, belə gözəl təqdim eləyə bildiyimiz üçün çox xoşbəxtəm. Onsuz da ailəvi olaraq görürsünüz ki, çox vaxt heç bir yerə getmirik. Elə öz torpaqlarımızda, cənubda qəşəng yerlər o qədər çoxdur ki, elə burada gəzirik, əylənirik və insanlar da... Təzə yerlər tanış eləyəcək. Astalanya var, Orman Park var, çox yerlər, piknik parkları sizinlə tanış eləyəcək ki, Sonra biz bu çay qırağına gəldik ya arkadaşlar. Burada nə qədər adam Burada gəlsin ki? gözdə o hissəyə çatım izləyicilərə göstərir. Keçiyor ana. Hə, baxın bu çay qırağı var ha. Burada gəlib oturmuşduq, daşlıqda yemək falan eləyirdik, piknik eləyirdi ya. Arkadaşlar bizdən sonra Instagramda buranın nə qədər videosunu çəkib paylaşanlar oldu. Yəni çox sevinirəm ki. Bizim elə düzəltdiyimiz o daşlar da orada qaldı. O daşlara bizim adımızı versin. Ofeliya Aliyeva ailəsinin daşları. Ofeliya. Çox şadam, çox sevinirəm bunları görəndə həqiqətən. Çox sevinirəm.
və duyğulanıram, özümdən asılı deyil. Mən bu Lənkəran, Masallı, Astara, bu zonanı o qədər çox sevirəm. Lerikin özünü o qədər çox sevirəm ki, belə hal görəndə çox sevinirəm, yəni. Elə bil mən burada doğulmuşam, buralıyam. De Quran and olsun. Bu da 7 fırını kırdı. Aa, həqiqi. Hadi. Görün nə qədər adam var. Millət yığışı be, bayramdır deyə. Vay, maşınlara bax aşkım. De Nadir çıxdı. Mərişgil çıxdılar. Siz də bizim fanatımızsınız. Sən deyə 50 dəfə hər maşında Naidə bacı mənə deyib ki, Bizi gəldilər, saxlayır, gəldilər. izləyicilər saxlayır. Doludur ham bizim izləyicilər. Sən çıxma çölə. Kimin ayağı qaldı? Ehtiyatlı ol. Qaldı ayağı. Sən səs çıxmazdı. Onlar hər də bu getməli ayağını qoyurdu. Gəlin, Təkərin gəlin. altına. Gəlin, salamatla düşək buradan. Görmüsən nə qədər maşın var. Evet arkadaşlar, geldik piknik ərazisinə. Nahidə girin gözün kökü saraldı bizi gözləməkdən. Nəyə görə? Çünki biz yemək alırdıq. Ona görə mən Şəhriyarı sürdürmüşəm Lənkəranın içinə. Zeyd burada yatır ha, səsi, şıraşır səsi. Aa, Zeydin yatacağı səs var burada, düzdür. Şəhriyar, qurban olum, ehtiyatla keç, xahiş eləyirəm səndən artıq dərəcədə. Aa, yenə girdi palçığa. Sür Şəhriyar, ehtiyatlı ol. Ya Allah. Ya Allah. Aa, mən axırıncı dəfə bura gələndə 2 canlı idim, hə? Mən axırıncı dəfə bura gələndə 2 canlı idim. Hə, Zeydlə gəlməmişəm bura. Arkadaşlar, görün nə gözəl yerdə əyləşmişik. Meşəli, yaşıllıq. Nə alıb Şəhriyar? Çıxardın görək. Çıxardın baxaq görək nə alıb. Pereşki. Mən istəmişdim bunu. Yox da, yəni mənim seçimimdir bu. Narahat olma. Gəl burada otur da sən də. Yox, sən bir də bunu tərpətmə. Tərpətmirəm aşkım. Gəl otur. Davay, çıxardın yeməkləri yeyək. Azından ölürəm. Cücə, bu da Zeydin yeməyi burada arkadaşlar. Stəkan da dinən gətirsinlər də, amma burada var ya. İçin boşaldıb içə bilərik. Hər dınış olsun. Orada inek görüyorum. Əsma heç inek cumub üstüvə. Heç. Sən hə? Değil valla. Astarda həyətdə, sınayətdə. Həqiqi deyirsən? Bax, niyə qulaq asırdım? 11-də oxuyurdum. İnək gəldi yerdi, bir dənə üst qatdıma yaxşı plakona yaxın idi. Heç baxmır. Çək bu. Afı çək, mənə. Gözlə. Avda necə gizlinsə nəqsim çəkdi. Bu doğada belə yiyəsin, gəl. Hə. Hə. Gəl də. Sanki yoxdur burada. Ağlayır, dayandı ona görə. Gözləyin. Uşaqlar hamı acından ölür. Hamı odaklanıb yeməyə, heç kəs nə oynamağı, nə əylə. Əsla tanı. Ölüm sənsin. Bayaqdan şam acıydı. Ye həyatım, ye. O ağac xoşlayır. Yox, atasıyla. Mənim daha mı yiyərsən? Padruşkava bir dənə ət ver, Rabiyə. Çox yavaş yiyirsiniz. Ver bura. Çörəyi ver. Əslat. Ölürəm. Çörək deyə yazdı. Dadığın tikəsi. Dadığın tikəsi. Gördün? Çox yekə danışma. Nə olur? Arkadaşlar, keçən ilin bu vaxtları yadınızda Mamed qardaşla zarafat eləyirdim. Görüm kimin yadındadır o zarafatda. Ne zarafat? Mehmet Soğan Mamed qardaş yadınızda. Vardı da il kazanandı. İl təzələndi. Bu ildə bir şey tapacağım. Söz verirəm. Bu ildə bir daha mövzu tapacağım. Pikniklər, yemək içməklər başladı. Mamed qardaş, özünüzü məndən qoruyun. Küstüm üstü də yoxdur ya. Başımı karıştırdı unuttu bu bana. Bundan girmişdik. Aa, mən də. Mən kimlə Ee, oynayıyorum? Hə, gəl. Gəl barmaqla verə bir.
Necə olur? Nə deyirlər? Yadımda. Hə. An etibarilə yadımda apardım. Abla, Hə. siz her şey koymuş ağa. Bu burada gölden eğilip kalmayına bakın. Oha. Möcüye bakın. Həqiqətən o necə qalıb orada? Orada, burada köküdür. Belə əyilib bu boyda ağacı saxlayıb. Burada Hani en inek? büyük ağacı- Hani? İnek. Aşkım ben korkuram ha. Gelmesin, gelmesin Hadi aşkım. bili, bili, bili. Aşkım ne olur kızıştırma. Ben uşaq var yanımda kızıştırma. Aa, Konma, konma. heç nə eləməyin. Olmaz əl dəyməyəsiz. Ara yetsin. Dur abiye bak yedi. Hara? Hara Mauqli? Aa. Ay Mauqli. Ah Daş çək. var yerdə. Ah, Məlim, məlim. ya Allah. Yosun gedmədi. Ne oldu ya indi? Ya maksimum olsun bu tərəfə qədər gedəcəksən, təzədən qayıdacaqsan. Özünü məncə yorma. Error 404 not found. Qayıd indi. Nə tər çıxmışsın indi elə də dala. Yazın başıma bak. İndi düşə bilmir. Bax çıxdı düşə bilmir. Yapış benim ha. Çıxdı düşə bilmir. Ya Allah. Dın dırıdın, dırıdın, dırıdın. Neyin istəsiz? Yeməyi bir də. Neyinə düzəsiz? Şükür Yeməyi Allah'a. bir mən bulunca. Kocam sevgilim, Arkadaşlar her şey. səhərdəndən o yana qaçırlar, bu yana qaçırlar. Çevrədə adam çoxdur deyə çəkə də bilmirəm bunları. Başa düşə bilmirəm nə yenilik var, nə kəşf eləyir. Ona yenə qaçırlar. Nə kəşf eləyiblər bilinmir. Mən də oturmuşam böyüklərin yanında məcbur uşağa görə mən uşaqlara qoşula bilmirəm. Onların yanında bizim nə nədir? Sen de. Mən sizlə taytuşam. Ahmet'in avında. Mən uşağa görə qalmışam burada. Mən sizlə bir pokoleniyayam. Siz 90'larsınız. Sağ ol. Mən 2000'lərəm. Z kuşağıyam mən. Onun da ortada Aşkım kaldı, inek Allah. geliyor, inek geliyor. İnek geliyor. Gel bili bili bili. Evet, biliyorlar bunun adı geldi. Neyinirsiniz orada? Az o yana getmədən anovu çəkə bilmirəm. Gəl bu yana. Neyinirsiniz orada? Üstünlə çevir. Deməli arkadaşlar dünən Nahidə mənə dedi ki, uşaqlara ağ paltar almışam. İnanıram bu dəfə söz veriblər, ləkələməyəcəklər. Gülsün piknikə gələn kim bir dənə kolan ştampını yapışdırdı yaxasına. İndi açıb ləkəni göstərib, deyirəm ki, narahat olma da evə gedək, ləkə çıxardan var məndə. Çıxardarıq. Beri, bu aşağıda da ləkə var. Bir bütün ləkələri açdı, tökdü ortalığa. Sən salamatsan? Bu ləkələməz. Buna demişəm ki, hə, mənim köynəyimdir. Məryəmi bayaqdan ləkə üstündə pazlayıram. Verir, mən ləkələməyəcəm, narahat olma. O da gəzir səliqəli hələ ki. Hə. Otaqda dav eləmirdi ləkə üstündə köynəyimi ləkələyirsən. Mən də çəşirdim. Neynirlər orada? Neynirlər orada? Bayaqdandan orada deyil, şəkil çəkirlər. Ay Allah, məxmirələrə baxın da, sizdən xahiş eləyirəm. Aşkım. Onlara. Əsli çəkir kadrajdan. Əsli çəkir, görünmürsən aşkım. Çox yaxınlaşdırmışam. Hara getdi Zəhra? Zəhra neynir? Ölərəm sən üçün. Məxmirə oturdun da. Nəhayət oturdun. Rabiə də fotoqraflıq eləyir. Aşkım başıma böcək düşüb. Mənim götür də başımdan. Ne boydan? Mən qorxuram. Böyükdədir. Hə, düzdür, qrand olsun. Götür də Əsma. Satın arasını yiyip. Çox sağ ol aşkım. Karışıka da Təşəkkür edirəm. O nədir? bir de. De Quran and olsun. De Quran and. Sən niyə oxusan? Aşkım bu tərəfə atma. De Allah and olsun birədir. O zamanın bir de. Aa, Əmin içinə deyəsən, giribə. cipsivin içinə. Cipsivin içinə. Məryəmdə də var.
Hanı? Ağacdan tökülür də. Aşkım durun gedək, qorxuram. Bilmərik, durun. Hə, Zeydin üstünə düşər, xəbərimiz olmaz beşiyin içində. Ablası da bilməsin. Sənə baxım. Yox, gözüm. Sənə baxım. Hanı? Bu nədir? Amma bu tökülür. Aa, aşkım. Aa, durun. Vay, gözümdə bir dənə də çıxdı. Ne oldu sizə? Yenə var. Doldu. Oha, gözümün üstünde. Yenə çıxdı gözüm başım. Belə. Ondamda da var. Psikolojim bozuldu, kolum kanadım kaşındı. Durun, ne buradan? Dayan. Esma temizle. Esma ne olur götür. Bir dənə var. Esma saklama. Ağrıdı. Şəhriyar, bizlə şəkil çəkdirməyə gəlirlər, onların da başına düşəcək. Denən orada qalsınlar, əgər şəkil çəkdirmək istəsələr, biz oraya gələk, xahiş edirəm. Deyək, gəlirlər. Gəlirlər, Şəhriyar, denən qalsınlar orada, birə var, denən burada. Arkadaşlar, Zəhranın ayağına da... Sağ ol kızım. Zəhranın ayağına da bir şeyler girib. Aa, Zəhra ne olub ayağına? Zəhranın ayağına da bir şeyler yiyip arkadaşlar. Təcil olarak tahliye oluyoruz buradan. Getdik. Arkadaşlar geldim maşına. Ay, aç şaka. Nadir aç qapını. Geldiğim maşına arkadaşlar. Əslində belə ciddi qorxulu bir şey yox idi. Prosta birə adamın bədəninə düşdü, qaşındırır. Bizdə də hamı uşaq. Əsma, Əsnat, Məryəm, Gülsüm, Zeydin özü. Ona görə məcbur durmalı olduq buradan. Düzdür, yedik, içdik. Amma axırıncı elə bir çayımız gəlmişdi. Onun üstündən durmalı olduq. Gəlin, əyləşin qızlar. Məriş, sənə şəkil çəkdirməyə gəldilər. Ay Alia, necəsiz gözəl qızlar? Aa, bir oğlandı, bağışla məni. Ver, çox sağ olun, Allah razı olsun. Ay, yeməyi götürün bir saniye. Arkadaşlar gedək, Zeyd indi yemək yiyib, bir an onun qazını çıxardım. Hamımız yerbəyer olaq, kameranı yenə açacağım. Uşaqlar yatıb qalmışdım arkadaşlar. Gəldik, çatdıq. Ha, sonra mənim telefonum onu. Mənim telefonum onu. Neyse, arkadaşlar deməli Xanbulandan düşüb Astaraya sağa, Lənkərana sola ayrılan yoldayıq. Mamed qardaş gedir İşdalıca, Nakuşkir gəlirlər bizdən. İndi burada konsert olacaq da, yəni yerləşmək üçün. Birazdan sizə turşu badımcan, turşu alça, turşu pomidor, nə dəyərli əşyalarınız varsa verin qabağa, sınmasın. Kızlar, mehribanlaşın. Ben mehribanlaşın. Davay, o avtobus şoförlər biraz mehribanlaşın. Biraz mehriban olun, biraz ay millət, tez elin avtobusun vaxtı gedir. Ay millət, biraz mehribanlaşın. Sizdən yatsınız. Astanovkan vaxtından gedir. Biraz mehribanlaşın, tələsün. Avtobusun qiyməti neçədir? Bilası var bir manatdan. 40 qəpikdə avtobus, yoxsa 50. Mən abituriyent vaxtından bu yana minmirəm avtobusa, ona görə bilmirəm. Bakıda yaşamıram. Girə bilər. Uzanması bir de Nayda bacının uzağında oturuyor. Əsma, get də Nadirəmin qucağına. Sən balacasan sıxışarsın. Vaxt öldü də arxada. Arkadaşlar, mənim də sidenyamı yapışdırımlar qabağa. Buradan o yana gedə bilmirəm. Beşi girib qarnıma Quran and olsun. Biz telefondan beter etmişik. Həqiqətsən. Onun oturuyor. Nadir geldi mi kapışsayım? Sen tez Oturdum. Vay, yazıqlar. Aydım. Çok herif. Turşu bankasına oxşuyorsunuz. Karşılayalım kusma. Davay. Yok, zaten yoktu. Haydi, let's go. buradan. Haydi, let's go. Asi yaxşısınız? Sakit. Ben soruşacağım sakin. Asi yaxşısınız? Asna. O kim idi? Salamatçılıqdır. Yaxşısın. Ha, yaxşıdırlar. Gülür, orada gülürlər. Kuzağında bir tane 44 kiloluk oturup bir tane 42 kiloluk. Sakitin o daldakılar ses çıxarsa işitmən. Mənə bir dənə baxın da. Mən hələ bu qədər qabım. Bizim maşınımızın qabağı yeri əməlli başı görünürmüş. Dala ayağa getsin. Hə, açın. Nadirə baxın da bir dənə oradan olar. Bir kimi başını çıxardı.
Çalarsan sakinləşərik. Bu özü də bir xatirədir. Buradan pisiyeceğim. Allah'ım dostu yapışmışım birbirimize. Tuşuk yarmış çatlak birini çıkar. Nə tək çıxardım. Bunun ışığını yandırın. Aslında 100 bardağın içinde bira var aşkım. Onlara telefon ver. Ana telefonum benim. Burada Allah'ın dostu mən götürməmişəm. Əsnət götürmüşdü Qur'anın dostu. Əsnət götürmüşdü ya sənin telefonu. Düşəndə gətirdi qoydu bu cibə. Yəni mən götürməmişəm. Bağırın tartdamaz. Olan yeri genişdir. Ata zəhri yaxşı deyil. Əsnət belə durdu uzaq. Zərəyin oldu. Zəhrə salamatsan. Yalanlar. Zərə oradadır ki, bagajdadır. Altı yoktur. Oradadır Zərə. Buradadır. Fabian kızın onun kızında oturmuş. Yazga bayiti. Zərə ayaqlar təzə sınmasın. Konsert. Düşman səkdə da, yayda da ya. Bugündən Uşaqlar həyəcanlanıblar da çoxdandır belə yol getmirdilər. Sonra deyirlər, ağzıma niye düşüb bu mahnı? Biz neçə nəfərik hal-hazırda? neçə nəfərdir? 6 dənə uşaq, 4 dənə böyük. Onlar Tərtərə bundan betər gedirdik. rekord. Tərtərə düzdür, bir dəfə belə yetmiş. 8 tane böyük. Yo, hər şey başa düşmür. Biz indi 10 dəqiqəlik yol gedirik də bu tərtərə neçə saatlıq yolu siz necə xəşir olmamısınız? Belə qalmışammış. Təşkil olmuşlar da şey. Getmə ora. Gəldik, çatdıq. Yolunuzda şəxsizin mən pul Nə deyək, biz bəylə gəlməyib, buna yol kəsir deyə. Buna ona. Çək də onları. Keçin. Saxla oturur burada. Mənə hava xoşdur. Şu qapılar da kilitdə. Biz oturduk burada. Neden kaldı? Oturmuşuq da biz. Nova danışığa gəliblər. Birdən bizə hava xoşdur, oturmuşuq. Все kurtardı. Peseladır abi. Nə deyir bu? Elə bir yamyamlar sarıb ətrafımızı. Onun qoluna da hələ bax. Qolu ilə Allah betər o vibe verir. Hə, getdilər. Nə edir o? Aşağı təzdən qayıtdı. Yolda saxlayıb Allah balamı saxlasın deyənlər kimi aparıyorsun. Telefon deyir atım. Allah'ın dostun özümü xarici ölkəyə gedib maşında... Onu söyleyeceğim bro. Nasıl oldu? Şey Bilmiyorum abi tapan şişəsindən... Köynəydi, getdi o şey köynəyi. Eybi yox, canı sağ olsun. Ana. Bu bildiğin dirənçli çıxdı. Əl çəkmir, Şəhriyar. Onu tapşırdım qıbıya. Heç olmasa deyir, aç oturum. Geri getdik. Nə, 2 addımlıq yolu niyə getmək istəmirik o? Dedin de. Hə, gəl. Elə deyir, gəl elə bil döyəcəksən onu çatanda. Ver mənə kamera, mən sizin itəliyim altında. Hə. Ya bizim maşın getmir be. Bizim maşın iterliyor. Sür gedək. Ədə sür də. Qalacaq taşan oldu. Bu nə yaşayış deyib biz burada ilişdik qaldıq. Aç heç olmasa otursun əgər sürmürsənsə. Qalsın o. Ona bax. Yəni getdi ora. Yaxşı. Ona bana oxuyur. Gəl mənə addım, gəl mənə addım. Heç nə, gəldik çatdıq evə konsertlə. Uşaqlar təbrik eləyin, Məryəm yıxılıb. Harda yıxıldı ki?
Aşkım bir sayısı düşmeden bak o kameraya. Ola bilməz axı bizim olduğumuz yolda yıxılmayıb. Qaldırıb ayağınızı aldın. Harda yıxıldın? Qanıyıb ayağın. Yetdi bəla. Orada Orada ustaların içindən yıxılıb sürüşüb. Necə bacardı, ne sən onu? Nayda oradadır deyə çəkəmir. Xarabdır, bu manyaktır. Bu nəyə biz harı çümləyə bunu yaxır? Bunda donlu bu boyda gərgədan adam bu boyda boy. Qaçmayıb, yeriyəndə Aşkım biz neçə saatdir orada video çəkirik ya Əsma ilə? orada yıkılıp da. qaçmayıb, yeriyəndə. Evet arkadaşlar yıxılıb ənciri çıxıb həmişə olduğu kimi. Kamerada düşmüyor. Mən çəkirdim fuşanda. Neyse Əsma başına baskın eləməklə məşğul idi. Sən Allah, mən uşaqlarımın əl işinə baxın da bir dənə xahiş edirəm. Buna baxın. Bax bir dənə aycıq. Ay Allah, halal oldu sənə. Əl qabiliyyətləri var da bu. Deməli Əsna, Gülsüm və Əsma birləşiblər, axşamla bizə pankek hazırlayıblar. Ya Rəbbim, yəni mən bu dövrə, bu eraya gəldim, çatdım ki, mənim uşaqlarım bir şey pişirib qabağıma qoyurlar. Gör necə bəxtəvərəm mən, maşallah. Skuşonkasına kimi gətirib. Qoy baxım dadına. Həqiqi fikrimi deyəcəm. Allah'ın olsun çok tatlıdır. Pesokuna kimi yerində eləyiblər. Halal olsun sizə. Malades. Mənim fikrim qaldı bu. Nə fikrin qaldı? Elə uduzu Çox qəşəng. Mənə deyir ki, fikrim Özü qaldı. mənim fikrim qaldı uşağın pişirdiyində utdu məni. Aa, deyir ya Allah, gördüm. Bunlar bütün günü qırğındadılar. Onların şeyidir, həmişə bəhanəsidir. Mənim kocam deyibsə fikrim qaldı, deməli fikri qaldı. Danışır da. Neyse arkadaşlar gelmişik eve, dincəlmə saatıdır. Hərə bir tərəfdə sərələnib. Videomuzu da burada sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmayı unutmayın. Bugünkü kimi çalışacağım. Sabahdan etibarən gündə 2 dəfə video atım. Amma çalışacağım, yəni bəzən gəlməyə də bilər. Neyse mənə. Gəl. Sağ olun millət. Gətir.